Gününüz aydın olsun Azərbaycan xalqı. Mən bir videonu paylaşmağı xahiş edirəm. Kimə maraqlıdırsa baxsın. Yəni biraz həyatda başımıza gələn şeylər olur ki, hansı ki onlarla qəbullanmalıyıq. Hər il öz ad günümü, doğum günümü 17 iyulda qeyd edirəm əzizlərimlə müəyyən bir yerlərdə. Ancaq bu doğum günümü mən başqa cür qeyd elədim. Çox ağrı acı ilə qeyd elədim. Mənim bu xoş günümlə acı günüm, ağır günüm, yəni bu təsadüfi olan bir günlər hansı ki üst-üstə düşür. Bu, yəni mən qəbullanmışam, mən toyum günü anamı itirən adamam. Yəni bu həyatın acı sürprizləri var, hansı ki onunla qəbullanmalıyıq. Bu videomda da mövzu mənim doğum günüm və yaxud da hansısa bir şad gün deyil. Sadəcə deyirəm ki, həyatdır, həyatın ağrısı, acısı, yəni xoş günləri bir də görsən üst-üstə düşür. Və mən də bu il 17 iyul ad günümü əziz qardaşım olan, yəni yeznəm yox ha, qardaşım olan, o yeznəm mənə yəni qardaş olub. Qardaş olub, yəni o heç vaxt bizi ayırmayıb, öz qardaşından ayırmayıb. Həmişə də bizlə fəxr edib, biz üst qardaşla fəxr edib, biz də onunla fəxr eləmişik. Biz hətta onun həmişə tərəfində durmuşuq. Yəni bir yeznə kimi yox, bir qardaş kimi. O yeznəm də Gədəbəy rayonunda onu tanımayan bir insan yoxdur, hansı ki o rayonda öz hörmətini qazanmışdı. Ailə qarşısında, qohum qarşısında hər bir kəsin yanında hörmətini qazanmışdı. O yaxşı bir nəsildə, yaxşı bir ailədə böyümüş bir evlad idi. O yəni bütün Gədəbəy əhli bilir ki, yəni Kərəm Əliyev kimi şəxsiyyətin nəvəsi olub, Vidadi Əliyev kimi tanınmış bir insanın, hüquqşünasın, hörmətli bir insanın evladı olub. O ta 17 iyula qədər çalışdı, ancaq hamı yanında hörmət qazansın. Dostlar, tanışlar, qohum, əqraba. Şəxsən mən onun qaynı kimi yox, yenə deyirəm, bir qardaşı kimi yəni bu çıxışı eləyirəm. Mənim də bu videomda da məqsədim sizlərdən xahişim ki, ona rəhmət yazılsın. Ona nə qədər çox rəhmət yazılsa, mən elə bilirəm ki, onun hardasa hansısa günahlarının yəni yumuş oluram, hansısa bir, necə deyim, hansısa bir rahatlıq tapıram da özümdə. Ona görə də sizdən xahiş edirəm, yalnız rəhmət. Sadəcə mən rəhmət üçün bu videonu çəkdim. Əziz qardaşım, Şahin qardaşım, Allah sənə rəhmət eləsin, Allah sənin o gül balalarını qorusun. Yəni unutma ki, mən bir dayı kimi yox, sənin bir qardaşın kimi o balalarının yanında olacağım. Məni kimi də digər qardaşlarım. Allah sənin məkanını cənnət eləsin, əziz qardaş. Allah hər kəsə ömür versin. Bir də buradan səslənirəm. O yeznə qayın münasibətləri olan insanlara. Çalışın yeznələrinizi üstün tutun. Ən azından o sizin bacınızın balalarının atasıdır. Allah sizləri var eləsin, Allah cəm ölənlərimizə rəhmət eləsin. Ruhun şad olsun, əziz qardaşım. Thank you.